Salam əziz, dəyərli izləyicilər. Bugün sizə Əqrəb bürcünü təqdim edirəm əzizlərim. Bax, əziz Əqrəb. Siz Əqrəblər üçün daxili gərginlik, güclənmə eyni anda baş verə bilər həyatınızda. Bəzən özünüzü çox güclü, hər şeyi anlayan, idarə edən biri kimi hiss edirsiniz. Amma bəzi anlarda səbəbsiz sıxıntı, narahatlıq, keçmişi xatırlanma hissi sizi bürüyə bilər. Bu əlbəttə ki, təsadüfi deyil. Sizin elə bir daxili təmizlənməniz gedir əzizim. Siz artıq köhnə enerjilərdən azad olmağa başlayacaqsınız. Özünüzə elə bir içinizə belə bir suallar verə bilərsiniz. Mən niyə belə bəzi şeyləri buraxa bilmirəm? Mənim həyatımda məni saxlayan nədir? Mən kimə və nəyə bağlıyam? Bu sual sizin transformasiyanızın açarıdır deyərdim əslində. Bu həftə ailə daxilində dərin emosional mövzular gündəmə gəlir. Uzun müddətdir gizli qalan bir məsələ üzə çıxa biləcək, sizi biraz təəccübləndirə biləcək, amma eyni zamanda sizi azad edəcək. Bəzi əqrəblər ailə üzvlərindən biri ilə çox ciddi və səmimi bir söhbət edə biləcək. Bu söhbət münasibətlərin taleyini dəyişə bilər. Keçmiş bu həftə sizi rahat buraxmayacaq. Uzun müddətdə unutduğunuzu düşünəcəksiniz. Bir insan və ya hadisə yenidən gündəmə gələ biləcək. Bu təsadüf yenə deyil əzizim. Bağlanmış bir enerjidir. Bu həftə onun bağlanma vaxtıdır deyərdim. Bəzi dostluqlarınızda maskaları düşə biləcək. Dostluğunuzun həqiqi niyyəti üzə çıxacaq. Biraz sizi əlbəttə üzə çıxaraq məyus edəcək, amma unutma. Həqiqət sizi qoruyur. Eyni zamanda sizi anlayan, yanınızda olan bir insanın dəyərini daha da dərindən hiss edəcəksiniz. Bu həftə həyatınıza daxil olan insanlar adil olmayacaqlar. Onların enerjisi fərqli ola biləcək. Bəziləri sizdə izah edə bilmədiyiniz hisslər oyadacaq. Sanki onu əvvəldən tanıyırmış kimisiniz. Və karmatik bağ da ola bilər bu. Amma diqqətli olun. Hər güclü bağ sizin için doğru olmaya bilər. Sizin o qədər safsınız, təmizsiniz. O dəqiqə hər kəsə də güvənmə. İnanma əziz Əqrəb. Sevgi sahəsində bu həftə çox güclü, biraz bəzi talökülü enerjilər, yəni dalğalı enerjilər ola bilər. Əgər münasibətdə olan əqrəbsənsə, bu həftə münasibətində ya çox güclənəcək, ya da ciddi bir həqiqət üzə çıxa biləcək. Gizli qalan heç nə gizli qalmayacaq. Əgər subaysansa, bu həftə qarşılaşdığın insan sizin həyatınıza dərin təsir edə biləcək. Bu tanışlıq təsadüfi olmayacaq. Sanki əvvəlcədən yazılmış bir qarşılaşma kimi hiss oluna bilər əzizim. Deyərdim ki, bu həftə içində iş sahəsində diqqətli olmağın vacibdir. Yeni planlar qurmaq istəyəcəksən, amma bu həftə hərəkət etməkdən çox düşünmək, analiz etmək daha doğrudur. Maddi baxımdansa qəfil xərclər yaranacaq. Pul məsələlərində emosional qərarlar verməkdən çəkinin. Bu həftə Əqrəb bürcü üçün mistik enerjilər zirvədə ola biləcək. Hər kəsin gözünə belə sizin hərəkətiniz bata bilər, sizin duruşunuz bata bilər. Son zamanda sıxılırsan, sizə toxunulmasa, siz heç kimdən işiniz olmaz. Çünki siz sadiqsiniz. Sizə sataşıb zərər versələr, əlbəttə ki, siz bunu götürmürsünüz. Siz ona 5 qat zərər verə bilərsiniz. Amma siz çalışın ki, sizə sataşırlar, zərər vermək istəyirlər, biraz altdan alacaqsınız. Sizin ətrafınızda olanlar dəstək ola biləcək sizə. Evrən sizə, kainat sizə işarət verəcək. Amma sən fikir vermirsən. Sənə qarşı gizli sirlər, bilgilər var. Biraz da bax bu həftə içində 10 günün deyərdim hətta içində allana bilərsən. Biraz çünki bu aprel ayında biraz daralmalar, sıxıntılar, özünü tək hiss edə bilərsən. Bəzilərlə anlaşma etməlisən. Ya həyat yoldaşından, sevdiyinlə açıq söhbət apar, dəqiq ol, hər şey ortaya çıxara bilərsən. İçində tutma. Allanma, aldadılmaya diqqət et, ehtiyaclarını düşün. Xroniki xəstəlik biraz coşa bilər sizdə, genetikanın da əlaqəli ola bilər varsa da əgər. Hissləriniz qüvvətlənəcək, qidalarınıza diqqət edin. Tarixi keçmiş dərmanları birdən bilməyib içərək zəhərlənə bilərsiniz. Çalışın üzdə qoymayın, uşaqlarınız xırdatsa bir problem yarana bilər. Sizi gizli-gizli izləyən arxanızdan biriləri var. Elə bil ki, iş barəsində bir pərdə çəkirsən, diqqət et. Kimlə nə paylaşdığına da diqqət et. Biraz işin çox ola bilər.
İstər ev xanımsan, istər çalışqansansa da günlük işlərinə yetişməyə bilərsən, qaçaqovda olacaqsan. Həyatındakı işlər, evdəki işlər inanılmaz arta biləcək. Bəziniz idmana yazılacaqsınız kilonuzu vermək üçün. Kilonuz biraz sizi narahat edir əzizim. Ürəyində elə bir yaralar var. Sizi yara verən, sizin canınızı sıxan insanlardan uzaqlaşacaqsan. Qarşı tərəfin hərəkətlərinə diqqət edəcəksən. İşlə mücadilə edirsən. Bax, bir hiyləgərlik işdə ola bilər. İşdən çıxara da bilərlər. Hiyləgərlik tələyə də sala bilərlər. Biraz 10 gün biraz diqqətli ol. Önəmli şeylər yaşaya bilərsən. İş yerində əsəb, çevrəndə əsəb. Biraz qəzalara diqqət et bu həftə. Günlük işləriniz sizi yoracaq yavaş. Elə bir çox yoruldun. Bəzən özü o qədər yorulursan ki, kölə kimi hiss edirsən. Zaman dinlənmək lazımdır sizə. Bax, göz, baş, boyun, zobla bölgələr, boğaz bölgələrini biraz diqqət edin. Sağlığına fikir vermirsən. Hələ qaçaqovdasan. İşdə biraz manipülə edən ola bilər, ona diqqət et. Yavaş-yavaş işlərin yaxşı ola biləcək. Dörtlük olsun istəyirsən, çox çalışırsan. Söylədiklərinin arxasında duracaqsan. Biriləri səndən istifadə etmək istəyəcək. Bax, çevrəndədir. Bəlkə də yoldaşdır, bəlkə də iş yoldaşı da ola bilər. 2 nəfərə çox sinir olursan, əsəbləşirsən. Həyat yoldaşı istədiyinə görə onun ailəsinə diqqət yetirirsən. Alım-satımda biraz narahatçılıq ola bilər. İşlə əlaqəli gözəl gəlişmələr, gözəl xəbərlər eşidə biləcəksiniz. İtirdiklərinə görə bəzən yanırsan, amma təcrübələr yığdın. Kargodan gələn bəzi əşyalar ola bilər. Birisi səndən üzr istəyə bilər. Biraz elə bir əziz əqrəb, mayın 10-una qədər biraz iş həyatınızda bir hərəkətlənmələr, yeniliklər, aktivliklər ola biləcək bəzilərinizdə. Önünüzə gələn həftədə biraz çox çalışacaqsınız, haqq etdiyin yerdə olacaqsan, yeni bəlkə də işə düzələ bilərsən, sizi sevindirə bilər. Bəzi söhbətlər, təkliflər, sanki həyatında oturub bax yerində sevincindən atlanıb düşəcəksən eşitdiklərinə. Əvvəlki məsələləri deşib önünə qoyan biriləri var. Biraz o insandan kənar ol binəm. Çox şeyləri açıq vəziyyətdə hiss edəcəksən. Yuxularınız canlı mesaj verəcək sizə. Bəzi yuxular sizi qorxuda bilər, bəziləri isə sizə yol göstərə biləcək. Eyni rəqəmlər təkrar görə bilərsən. Eyni bir insanı düşünəndə ondan xəbər ala bilərsən. Birdən-birə bir şeyin doğru olmadığını hiss edə bilərsən. Bütün bunlar sənin həyatında təsadüf deyil. Yəni hissləriniz aktivləşib güclənəcək. Diqqətli olmalısan. Ətrafınızda gizli niyyətli bir insan olacaq. Bu insan hər zaman açıq görünməyə bilər, amma siz bunu hiss edəcəksiniz. Bu hissə çox güvənin. Hər kəslə hər şeyi paylaşmayın. Hər deyilənlərə də güvənməyin. Ətrafınızda yalan dolan söhbətlər ola bilər. Yenidən bir doğuluş dövrüdür bu həftə. Siz artıq köhnə versiyanızı geridə qoyacaqsınız. Aydınlıq gəlir siz üçün. Tamamilə bir azadlıq gəlir siz üçün. Vacib addımlar atacaqsan. Hisslərinə güvən, keçmişdən qaçma. Onunla üzləş, enerjini qoru. Hər kəsə açıq olma, tələsmədən qərar vermə, əziz əqrəb, gözəl əqrəb. Bir səs. O səsi hər kəs eşitmir. Amma siz eşidəcəksiniz. Bir yuxu, bir baxış, bir hiss. Bunlar sadəcə an deyil. Bunlar sizin taleyinizin dəyişdiyi anlardır. Diqqətli olun. Çünki bəlkə də bu həftə sizin həyatınızda geri bir dönüşü olmayan bir qapı açılacaq, əziz əqrəb. Bir sevincin ola biləcək sənin. Övladınla aranda bir dostluq münasibəti yaranacaq. Yəni necə dostluq, əzizim? Düzdür, hisslənəndə, sinirlənəndə sinirlənirsən, övladıma yol göstərə bilirsən, dost ola bilirsən ona. Yəni dostlaşıb biraz dərdləşə bilərsən, övladınla ürəyini boşalda bilərsən. Övladın sənə elə bir dəstəkdir, dayaqdır, arxadır. Ona çox güvənirsən, amma övladıma qarşı ola bilər ya 2, ya 3 övladın varsa çox nəzərlənirlər. İlk övladın elə bir ki, hər şey tez, hara gedib gəlsə tez nəzərlənir. Halsızlıq olur, baş ağrıları olur. Axırıncı övladın o qədər belə düşünməyə deyməz də. Nə çətinliyə düşsə o çətinlikdən çıxacaq. Hansı ağrığa düşsə o ağrıqdan çıxacaq. Elə bir kainat həmişə ona dəstək olacaq. Amma sən ilk övladın üçün həmişə qaçacaqsan, gedəcəksən, hər işinə əl atacaqsan.
Bax, sənə əl uzadana 2 dəfə əl uzadırsan. Can deyənə 5 dəfə can deyirsən. Amma elə insanlar var ki, əlvi verirsən, qolvu qoparıb aparırlar. İstifadə edirlər sənin saflığından, məlahətliyindən. Çox sədaqətli insansan. Sən o qədər səmimiyyət, o qədər açıqsan ki, səmimiyyət də istəyirsən o insanlardan görməyə. Amma qırılanda çox pis qırılırsan insanlardan. Qırılanda tamamilə insanlardan uzaqlaşmaq istəyirsən. Sizə ilişənlər var əzizim. Amma siz fikir vermirsiniz. Narahat olmayın. Sizi qoruyan bir qüvvə də var, qoruyan biriləri də var. Elə bir sizi ilahidən də qorunursunuz. Ailədə bir bərabərlik, güvən elə bir yoxdur. Bəzinizin ailəsində belə biri-birini söz eşitmir, biri enerjilər düşür. Biriləri bax gəlib ətrafında dolaşır tülkü kimi, ağzından söz almaq istəyəcək. Amma sən möhkəm olduqca sənin hər işin qabağa doğru gedəcək. Artıq sən həmin əqrəb deyilsən. Artıq mən əqrəb, qabığımdan çıxsam da belə tamam başqa əqrəb oldun. Xeyr deməyi bacardım həyatda. Həyatımda çox təcrübələrdən çıxdım, çox təcrübələr öyrəndim. Boyun damarında sıxıntılar olur, anidən sıxılır, təzyiq oynayır sizdə, aşağı yuxarı bəzinizdə. Bax, bunu boşa verməyin, həkimə müraciət edin. Boynunuzdan basınc belə ağrıyır, basılır, göz təzyiqi, baş təzyiqi ola bilər. Həkimə müraciət edin, təzyiq dərmanınızı yazdırın. Boşa verməyin əzizlərim. Paxıllığını, qonşuluqdan paxıllığını çəkən var. Üzvə gülür, qarşına da həmişə gələndə baxırsan ki, o adam sənin qarşıva çıxanda həmin fikir ver, işlərin tərsə düşür. Bəzi yuxular sənə mesaj verir, boşa verirsən. O çətin yuxular gördünmü? Yəni heç kəsə danışma, get suya danış yenə ki, aydınlığa çıxsın sənin yuxuların. Biraz halsızlıq, narahatçılıq, işin yoxdursa bir iş yerinə baş vurmuşsan, gözləyirsən, anidən bir xəbər gələcək sənə. 1-2 ay gözləməli olacaqsan ki, anidən gözəl bir xəbərlə irəliyə doğru gedəcəksən. İşin düzələcək sənin, hətta təəccüb edənlər də ola biləcək, sənin həqiqətən də yaxşı gününü istəməyənlər də var ki, sən istəmirlər ki, yaxşı günün olsun, geri çəkmək istəyənlər var. Amma neynirsən, eləsinlər, sənə bata bilməyəcəklər. Çünki ilahi qüvvə səninəndir. Çünki yəni gözəlliyə baxan insansan, muradına çatacaqsan əzizim, muradın öz hədəfinə doğru gedəcəksən. Bir quş bax dimdiyində kağız, bir sənət işləri həll edəcəksən, bir kağız gələcək qapına. Biraz da əzizim, bax, axır vaxtlar yaddaşsız olmuşsan, çox zehnində danışsan, zehnin qarma-qarışıqdır. Yenə deyirəm ki, boyun bölgələrinə diqqət edin. Bəlkə də zobunuz var, bəlkə də nəfəs darlığı var. Biraz öz ciyərlərinizə, biraz belə diqqətli olun. Övladınızla da kiçikdirsə, həkimə müraciət edə bilərsiniz. Biraz sağlığına, ya təsirlə əlaqəli işləriniz, karyeranız İnşallah ki, yavaş-yavaş irəliyə doğru gedəcək. Amma düzdür, çətinlik çəkənlər var, əziyyət çəkənlər var, ailə içində çox sıxıntı, göz yaşı olanlar var. Bunlar yavaş-yavaş keçəcək əzizim. Biraz bu il, 26-cı ildə, hətta bəziləriniz 25-ci ildə də çətinliklər çəkdiniz. İnşallah ki, üzünüzə gələn il üzünüzə güləcək, xoş günləriniz ola biləcək. Amma narahat olmayın. 26-cı ilin çətinlikləri olub, yavaş-yavaş, yəni çətinlikləriniz bitməyə doğru gedir. İnşallah ki, sizin də üzünüz güləcək əzizim. Başqa şəhər, başqa ölkəyə, harasa bir yer dəyişikliyi etmək istəyirsiniz və ya bir kursa yazılacaqsınız, bir evə də köçə bilərsiniz. Çünki əlinizə ya ofis, ya ev bir dəyişikliyi. Çünki əlinə açarı alıb, qaldırmısan yuxarı, sevinirsən. Biriləri də sən sevdiyin insanla küsüb barışırsınız, amma qarşı tərəfdə sizə qarşı çox böyük sevgisi var. Oturub səninlə dərdləşmək istəyir, oturub bütün çox sənə özünə yaxın, yəni çox yaxın etmək istəyir. Amma buna imkan vermirlər bəzi insanlar ki, sizin o sevgi həyatınız gözəl keçsin. Bir üzük məsələsi də danışılacaq, bir toy, bir nişan tarixi qoyulacaq. Amma bir də itkiyə diqqət edin ki, bir şeyinizi itirə bilərsiniz. Ona diqqət edin. Diqqətinizə görə var olun, sağ olun əzizlərim.